Körpələr necə öyrənir? Bu suala cavab tapmaq üçün Stanford Universitetindən Albert Bandura 3-6 yaş körpələri 3 qrupa bölür. Deməli, bunları otaqlara dəvət edir və oynamaq üçün oyuncaq verir. Birinci, həm də eyni zamanda otaqların bir kənarına, bir küncünə böyük bir Bobo adlı oyuncaq maket qoyur. Birinci qrupda körpələr oyun oynayan zaman içəri yaşlı bir insan daxil olur. Körpələrin arasında dolaşır. Çıxan zaman Boboya çəkiclə bir neçə dəfə vurur. İkinci qrupda deməli içəri daxil olur bir nəfər yaşlı kişi körpələrin arasında dolanır. Adı çıxanda Boboya vurmur. Üçüncü qrupda ümumiyyətlə içəriyə heç kəs daxil olmur. Sonra araşdırma məqsədi ondan ibarət olur ki, körpələr gördüklərini, müşahidə etdiklərini necə reaksiya verəcəklər. Kənardan video ilə izləyirlər ki, deməli birinci qrupda hardakı körpələr zorakılıq halını izləyiblər, eyni ilə onu təkrarlayırlar. Eyni hərəkatı gördüklərini, müşahidə etdiklərini eyni ilə təkrarlayırlar. Hətta deməli içəri daxil olan insan kişidirsə, oğlan övladları daha aqressiv olur. Əgər içəri daxil olan yaşlı insan qadınsa, qız övladları daha aqressiv olur oyuncağa qarşı. Başqa bir müşahidə aparırlar, təcrübə aparırlar. Deməli, şəffaf bir qutu götürürlər. Qutunu ortadan ara kəsməklə 2 yerə bölürlər. Ortaya bir konfet qoyurlar. Və yuxarıdan taxta parçası ilə ara kəsməni qaldırıb aşağıdan konfeti asanlıqla götürmək mümkün olur. Bu təcrübəni bir neçə dəfə yaşlı şimpanze meymununun önündə göstərirlər. Sonra qutunu qoyurlar şimpanzenin önünə. Şimpanze müşahidə etdiyini, gördüyünü çox asanlıqla edir və konfeti asanlıqla yeşiyin önündən, qutunun önündən götürür. Sonra həmən qutunu qoyurlar 4 yaşlı bir oğlan övladının önünə bir neçə dəfə təkrarlayırlar. Körpə də eyni ilə olduğu kimi, birinci meymunun da olduğu kimi eyni ilə təkrarlayır. Yəni asanlıqla konfeti qutunun önündən götürür. İkinci mərhələdə ara kəsməni aradan qaldırırlar. Artıq ara kəsmə olmur. Asanlıqla qutunun önündən konfeti götürmək mümkündür. Yaşlı meymun izləyir bunu kənarda. Yəni qutunu izləyir və asanlıqla ara kəsməyə əlini vurmadan, ora bir taxta parçasına toxunmadan asanlıqla yeşiyin önündən konfeti görür. Ancaq oğlan övladı, baxmayaq ki, ortada bir ara kəsmə yoxdur, yenə də çalışır ki, olmayan ara kəsməni qaldırmağa çalışır. Bu təcrübə nəyə göstərir ki, deməli, meymun yaşlı olduğu üçün, müəyyən bir təcrübəsi, məntiqi düşüncəsi olduğu üçün, yəni qutuya baxır asanlıqla, yəni görür ki, orada ara kəsmə yoxdur, götürür konfeti. Ancaq oğlan övladı hələ məntiqi düşüncəsi inkişaf etmədiyinə görə, yəni nə görübsə, nə müşahidə edibsə, eyni şeyi təkrarlayır. Yəni olmayan ara kəsməni aradan qaldırmağa, ortadan qaldırmağa çalışır. Bu da bizi ona deməyə əsas verir ki, körpə övladlarımız görərək, valideynlərindən yamsılayaraq nəyi müşahidə edirlərsə, nəyi görürlərsə onu təkrarlayırlar, görərək öyrənirlər. Ona görə əgər valideynlər övladlarına düzgün əxlaqi dəyərləri vermək istəyirlərsə, ilk öncə öz davranışlarına diqqət etməlidirlər. Bunun da bir səbəbi ondan qaynaqlanır ki, deməli, təkamülün gedişində insanın beynində ayna neyronları yaranmışdır ki, və bu ayna neyronlarının funksiyası görərək, müşahidə edərək, yamsılayaraq öyrənməkdir. Söylədiklərimlə bağlı daha geniş məlumatı Xoşbəxt Uşaqlar Böyütmək üçün Düzgün Valideynin kitabından əldə edə bilərsiniz.